Selamlar ve saygılar değerli izleyiciler ve dinleyiciler. Bugünkü programımızda canlı programımızda sizləri xoş gördük. Ümidimiz var ki, dünyanın hər hansı nöqtəsində, özəlliklə ana vətənimiz Azərbaycanda olan vətəndaşlarımıza can sağlığı arzu edirik. Bugünün tarixi demək olar ki, bugünkü proqramımızın həm konusudur, bugün tarixi ilə ilgili və həm də özəllikləri var. Bizim üçün özəlliklə Azərbaycanda, Güney Azərbaycanda, Quzey Azərbaycanda böyük bir demək olar tarixi bir hərəkətin il dönümüdür və bu da Azərbaycanlıların birliyə, bütöv Azərbaycana gedən yolda çox böyük bir etkili rolu var. 31 Desembr və 31 Dekab desək, Dünya Azərbaycanlıların Birlik və Həmrəylik Günü deyə adlandırır. Bu gündən, yəni o gündən bu günümüzə gəldiyimizdə təbiətən bu tarixin Azərbaycanın həm quzeyində, həm güneyində etkisi, rolu nə olubdur və nələr əldə etmişik, bu haqda söhbətimiz olacaq və qonağımız da Sayın Ağrı bəy Qaradağlı Cəmiyyət Təşkilatının Yönetim Kurulu üyəsi olacaqlar. Sayın Ağrı bəy, sizləri xoş gördük proqramımızda. Salamlar, çox sağ olun. Mən də bütün izləyiciləri salamlayıram və 31 dekabr Dünya Azərbaycanlıların Dayanışma Günü və Həmrəylik Günü münasibəti ilə çox sayğı ilə təbrik və onlara mutluluq diləyirəm. Sağ olun. Biz də sizə təşəkkür edirik ki, bizə zaman ayırdığınız üçün. Bu söhbətlərimizdə bugünkü konumuz olduğumuz 31 dekabrıdır. Azərbaycanlıların Həmrəylik ya Birlik Günü adlandırma. Bu günü dünya Azərbaycanlılar üçün ən çox əhəmiyyəti var. Birliyimizə və bütöv Azərbaycana gedən yolda. Bu olay demək olar tarixi açısından, yəni 1989-dan bilirik ki, 1989-da Berlin divarı yıxılandan bəlkə bir həftə, 2 həftə sonra aynı bir miqyasda olay Azərbaycanda yaşanır və demək olar ki, 19-cu yüzildə Berlin divarının yıxılması dünyanın ən böyük olaylarından bir, yəni kateqorisinə girsə də, aynı olay bizim Azərbaycanın iki sınırında yaşanır və bunun tarixi hərəkəti hardan başladı və nələrə etki buraxdı bu hərəkət? Doğru, demək olar ki, siz bildirdiyiniz kimi, siz də işarə elətdiyiniz kimi 89-cu il dekabr ayının 31-də yəni Araz çayının həm o tərəfində, həm bu tərəfində yaşayan Azərbaycanlılar bu artıq həsrətə son vermək istəyib və demək olar ki,
50 illik bir həsrəti sındıraraq tikanlı məftilləri gedib parçalayıb və aradakı sərhəddə qaldırmaq istədilər. Və bu hərəkatın başında o dönem Xalq Cəbhəsi hərəkatı vardı. Azərbaycan Xalq Hərəkatı və onun başkanlığında Ulu Öndər Elçi bəy vardı və Elçi bəyin Xalq Cəbhəsi hərəkatının başında olmağı və bir milliyyətçi, bir demokratik bir insanın bu hərəkatın başında olması bu məsələyə çox önəm keçirdi. Bu məsələnin çox önəmini ortaya qoyurdu. Necə ki, artıq Elçi bəyin əsas hədəflərindən biri bu idi ki, sadəcə Azərbaycan milləti deyil, heç bir millət bir-birindən ayrı, yəni bir millət iki yerə parçalanmalıdır və bir millət olaraq bütün yaşamalıdır. Və bunun üçün əsasən bu 89-cu ilin dekabr ayının 31-də Naxçıvan bölgəsində bu sərhədlərdə tikanlı məftilləri sökməyə və milləti ora yönətməyə bir iradə lazımdır və bu iradəni Ulu Öndər Elçi bəy bu hərəkatçılara vermişdi. Və o gün bu məsələ orada və tikanlı məftillər sökülməyə başladı. Sadəcə Quzey Azərbaycan ərazinin, yəni Quzey bölümündə deyil, Güney bölümündəki millət də, xalq da bunu istədi və bu demək olar ki, bu tikanlı məftilləri aradan qaldırmaq istədilər və 50 illik, 40 illik bir demək olar həsrətə son vermək istədilər. Və bu məsələdə bacı qardaşı, qardaş bacıyı və bir-bir qohumlar bir-birinə ulaşdılar. Və necə ki, o zaman 1944-45-ci illərdə Pişəbəri hərəkatı dönəmindən sonra bu sərhədlər tamamilə kapanmışdı və bir çoxunun bacısı, bir çoxunun qardaşı, bir çoxunun qohumu, əmcası, əmisi, xalası ayrı düşmüşdülər və bu həsrət artıq bitdi və o dönəm 89-cu ildə 3 günlük sınır ötəsində olan həm Quzey bölümündə, həm Güney bölümündə sınır bölümündə onlara və icazə verildi ki, 3 günlük, 4 günlük gedib bir-birlərini görsünlər və qohum əqrəbasını tapsınlar. Və o yarandı və orada bu məsələ demək olar ki, ayrılıq, həsrət bitdi və bir-birlərinə qovuşdular. Demək, mən belə bir tarixi açıdan baxım. Biz Azərbaycan xalqı olaraq əsasən bölünməyə Gülüstan və Türkmənçay müqaviləsindən başladıq. Anlaşması əsasında iki Azərbaycan ərazinin bu tərəfi ilə o tərəfi ayrıldı. Amma Pişəvəri dönəmində 21 Azər Pişəvəri hərəkatı dönəmində bir qısa müddət də olsa yenə bir bütün olaraq yaşandı və sərhədlər açıldı, bir-birinə gediş-gəliş oldu. Amma ayrılması demək olar ki, əsasən Pişəvəri hərəkatının yıxılmasından sonra tamamilə Sovetlər hakimiyyəti ortaya gəlməsi və Sovetlər dönəmində olması bu məsələnin tamamilə ortadan kəsdi və 40 illik, 50 illik ortaya bir həsrət düşdü. Azərbaycan xalqı böyük bir xalqdır və 31 dekabr Dünya Azərbaycanlıları Dayanışma və Həmrəylik günü sadəcə Güney və Quzey üçün deyil, dünyada yaşayan 50 milyondan çox Azərbaycanlıların bir qədəridir, bir bayramıdır və dünyada 70 ölkədən çox bir insanlar bu bayramı, bu həmrəylik günün, bu dayanışma günün şənlik olaraq qəbul edib. Bunu bir bayram kimi kutlayırlar və biz də Güney Azərbaycan olaraq təbii ki, bu məsələnin hər zaman yanındayıq və yanında olacaq və bu da bizim Güney Azərbaycanın bir bayramı kimi qeyd olunmalıdır. Aydındır. Burada demək olar ki, bu tarixi hərəkətin arxasında Quzey Azərbaycana, ya Azərbaycan quzeyində gedən bir bağımsızlıq mücadilə əsnasında olur. Bunun etkiləri Güney Azərbaycana o zaman nə oldu? Yəni bu hərəkətin Quzey Azərbaycanda gedən milli mücadilənin Güney Azərbaycanda hansı etkilər buraxdı? Baxmayaraq ki,
Yəni o zamanında insanlar sizin söhbətlərinizin əsnasında dediyiniz kimi, yəni bir çox qohum-akrabalar bir-birlərindən ayrılmışdı və ərazinin kənarında bu insanlar toplaşırdılar. Yəni o böyük, yəni az imkanları ilə bir-birlərindən söhbət edirdilər. Ancaq böyük miqyasda bu Güney Azərbaycana hansı etki buraxdı? Tamam. Mən belə deyim, bu məsələ doğrudur. 1989-cu ildə baş versə də, 1991-ci ildə Naxçıvan Xudmuxtar Respublikasının məclisində gündəmə gətirildi. Yəni 91-ci 16 dekabrda gündəmə gətirildi və bu gündəmə gətirildikdən sonra, yəni belə bir günün 31 dekabrın Dünya Azərbaycanlılar Dayanışma və yaxud Həmrəylik gününün gündəmə gətirildi və bunu tam olaraq o zaman Naxçıvan məclisində qəbul edildi. Amma ilk dəfə Azərbaycan miqyasında 1992-ci ildə 31 dekabr ilk rəhmətlik Ulu Öndər Elçi bəyin Cumhurbaşqanlığı zamanı 1992-ci il 31 dekabrda rəsmi bir bayram kimi Dünya Azərbaycanlıların Həmrəylik günü kimi qeyd edildi. Və bu qeyd edildikdən sonra bu məsələ gündəmə tam bir Cumhurbaşqanının gündəmə gətirdiyi bir məsələdən sonra təbii ki, Güney Azərbaycanda da çox böyük bir etki yaratdı. Necə ki, Güney Azərbaycanda artıq millətləşmə, belə deyim, oyanış məsələsi ortaya gəldi və o dönəmlər üst-üstə gələn 1991-ci ildə ilk dəfə Sayın Doktor Mahmudəli Cöhrəqanlı bəyin seçkilərə qatılması məsələsi və sonra bu məsələ ilə oyanış məsələsi ortaya gəldi və bu oyanış özünü 1995-ci ildə tamamilə ortaya atdı. Və bu 1995-ci ildə oyanış məsələsi ki, Doktor Mahmudəli Cöhrəqanlının təkrardan ikinci dəfə seçkilərə qatılımı və bu Dünya Azərbaycanlıların 92-ci ildə Həmrəylik günü ki, dünya səviyyəsində qeyd edildi və bir Cumhurbaşqanının rəsmi olaraq televiziyonlarında və gündəm medialarında ortaya gəldi və 92-ci ildən sonra 95-ci ildə Doktor Mahmudəli bəyin seçkilər məsələsi ortaya gəldi və bu milləti 92-dən 95-ci ilə qədər tam bir oyanışa və bir tam milli məsələyə çevirdi. Və demək olar ki, bu Güney Azərbaycan məsələsində çox böyük bir etki və rol oynadı. Niyə ki, artıq hər zaman, o zaman sərhədlərin bağlı olması bizim insanlarımızın oyanışın və ya bizim insanlarımızın önünü kəsmişdi. Necə ki, bu məsələnin etkisindən biri, belə deyim, Güney Azərbaycanda olan soydaşlarımızın Qarabağ savaşına can ataraq getməsi və 92-ci ildə, 92-ci ildə gedib Qarabağda savaşmaları bunun bir bariz nümunəsidir. O zaman İran rejimi izin verməsə də bizim soydaşlarımız, Güney Azərbaycanlı hərəkatçılarımız arazı geçərək, qaçaq gedib Qarabağda savaşdılar və hətta bugün Kuzey Azərbaycanda yaşayan bir çox insanlar var ki, tanıyırıq, biz bilirik, Qarabağda gedib savaşmışlar, Qarabağda demək olar məcruh yaralanmışlar və Qarabağ məsələsində ön cəbhələrdə savaşıb və hətta yaralanıb gəlib hastanelərdə yatmışlar. Belə bir insanlarımız da hal-hazırda Bakıda yaşamaqdadır. Aydındır. Təbiətən biz söhbətlərimizin başında birləşmişsiniz. Sayın Ulu Öndər Əlifəz Elçi bəyin söhbətlərindən referens gətirdiniz ki, dünya millətlərinin, ayrılan millətlərinin qavuşması əsnasında biz görürük ki, mesela 89'da Berlin divarı yıkılanda iki demək olar ki, Berlinin həm doğusunda, həm batısında bütün hazırlıklar var ki, bunlar bir-birlərindən birləşərlər. Ancaq burada daha öncə divarı yıkmadan öncə bəlkə
kültürel, ekonomik, sonra mədəni arada körpülər olub. Bu iki blokun arasında. Bu gün Kuzey Azərbaycan və Güney Azərbaycan arasında hansı metodlar, hansı körpülər bu millətin yaxınlaşmasına nədən ola bilər? Yəni bugünkü günümüzdə Güney Azərbaycan öz içində bir mücadilə gedir, öz bağımsızlığa mücadilə verir. Təbiətən burada bir çox xəzinələr verir və Kuzey Azərbaycanda olan bir cümhuriyyət var. Bunların arasında hansı müəllifələr rol oynaya bilər? Tekrardan bu millətin hər nə qədər də 200 ilə yaxın da ayrı-ayrı yaşasalar da birisi Sovetin silasının altında, ya birisi də bu yandan Farsın və burada hansı müəllifələr bunları millətlərimizi tekrar birləşdirməyə götürə bilər? Tabii çok sağ olun Sait Bey. Ben böyle diyeyim ki burada bir mesele Türk dünyasının atasından, Atatürk'ten bir misal getireceğim. Atatürk Bey demişti ki o dönem hatta ile İran Türkleri ve Güney Azerbaycan Türkleri hakkında bir söylemi olmuştu Atatürk'ün. Ki demiştiler biz bu bağı birbiriyle necə quracağıq, bu bağ necə qurula bilər? Onda Atatürk'ün böyle bir deyimi vardı. Demişti ki dil bir köprüdür, tarih bir köprüdür, din bir köprüdür. Biz bu köprülerin hamısından istifade edeceğiz. Necə ki bak bizim tarihimiz Kuzey ile Güney'in tarihi aynıdır, dili eynidir ve hatta dini belə, məzhəbi bile eynidir. Biz bunlardan istifade ederek biz bu köprüleri yakmadan, bu köprüleri doğru düzgün istifade ederek milleti buna doğru iteleyerek ve bu istikamete doğru bilinçlendirerek biz bu köprülerden istifade edip ve bu milleti bir arada tutup birliğe doğru ve bütünlüğe doğru götürebiliriz. Tabii ki bizim bu meselede bu ortamda bu birliğe ihtiyacımız olduğu zaman sadık ve samimi milliyetçilere ihtiyacımız var. Şahsi milli menfaatler, şahsi menfaatlerinden üstün tutan insanlara ihtiyacımız var ve hiçbir zaman bu meselede yani bizim harekatlarımız milli menfaatleri şahsi menfaatlere kurban vermemelidirler. Eğer biz bu alanda ki milli menfaatlerimizi üstün tutarsak, bu alanda qabağa gedərsək, təbii ki biz bir gün hatta belə deyim, çox yaxın biz birləşəcəyik və birliyimizlə irəli gedəcəyik. Mən belə bir şey deyim, az öncə Qarabağ Savaşına toxundum. Eyni halda ki bu məsələ, bu dayanışma günü, bu həmrəylik günü bizim üçün vardır, Güney Azərbaycan üçün vardır. Necə ki biz bir Güney Azərbaycanlı olarak her zaman hazırıq Qarabağ Savaşında, Qarabağ məsələsində Kuzey Azərbaycanın yanında olaq və Kuzey Azərbaycandan da bu istəyimiz var ki, Kuzey Azərbaycan milli hərəkatından, milliyyətçilərindən və millətdən bu istəyimiz var ki, Güney Azərbaycan məsələsində də Fars faşizminə qarşı bizim yanımızda, milli hərəkatın yanında yer alıb və Fars faşizminə qarşı öz tavırların ortaya koysunlar. Biz bundan yanayız. Ve tabii ki biz geç ya da tez bu isteğimize nail olacağız. Ben bir misal getireyim rahmetli Elçi Bey'den. Bir gün bir jurnalist, muhabir Elçi Bey'e bir sual verdi. Dedi ki siz niye Cumhurbaşkanı olarak bu siyaseti ve yaxud politikanı nəzərə almayıb İranda yaşayan 35 milyon və yaxud İranda yaşayan Azərbaycanlıların dillərinin, hüquqların və yaxud bunların haqlarının müdafiə edərsin. Bu bir cumhurbaşkanı olarak, bir reis cumhur olarak dünya platformuna aykırıdır. Ama Elçi Bey bir bu gazeteye belə bir cevap verdi. Hiç o zaman ki Fransa ne bileyim Mozambik'te ve yaxud başka bir yerde Afrika'nın her hansı bir şehrin
geldi istimar etti. Oranı öz müstəmərəsi yaptı. Burada ağaçta çıxıb yaşayan vəhşi heyvanları belə endirdi. Öz dilində onlara ana təhsilində, ana dilində təhsil etdirdi. Bizim orada 5 milyon halkımız yaşayır ve bu 35 milyon Türk yaşayır orada. Bunlar öz ana dillərdə, öz doğal, iktidai bir haklarına malik değiller. Ben bunun karşısında necə tutum, necə dayanım? Ve tabii ki Cumhurbaşkanı olarak hakkımdır ki bu haksızlığın qabağında dayanım ve bunlara öz yani kimliğini, öz bilikli, öz ve tarixlərini bildirim. Ve bu da o zaman tabii ki çok büyük bir jest idi. Ulu Önder Elçi Bey'den ki dönem ki dünya Kuzey Azerbaycan üstüne ve xüsusən də Elçi Bey hökumətinin üstüne düşmüştür. Elçi Bey bu meseleni ortaya koydu. Ve bu çok büyük ve demokratik bir mesele idi ki Elçi Bey hiçbir zaman ondan vazgeçmedi ve belə düşünürəm ki bundan sonra da onun devamçıları bundan vazgeçmeyecek. Aydındır Sayın Ağır Bey Karadağlı. Burada biz söhbət gedəndə təbiətən birçok yönü var. Həm Kuzey Azərbaycanda, həm Güney Azərbaycan. Təbii ki bizim düşüncəmizdə, ürəyimizdə Azərbaycan birdir. Bunun kuzeyi, batısı olabilir. Ancaq bugün demək olar ki, baxdığımızda siyasi nədənlərlə bəlkə Güney Azərbaycan termini ya Kuzey Azərbaycan termini işlədirik. Burada sivil quruş ya mərdum nəhad NGO-lar ya olsun bu o kəslər ki, təbiətən Elçi bəyin ideolojisinin arxasında gedirlər. Onların görəvi Kuzey Azərbaycanın bütövləşmə yönəlik gedən yolda hər hansı ola bilər, bəlkə bugünkü Kuzey Azərbaycanda xalqın bəlkə birçok toplumun birçok kategorilərində vahid Azərbaycan teorisi bəlkə daha bugün zəif nöqtəyə gələ bilsin. Ya bunu daha gücləndirmək üçün tam tərsinə hansı görevlər bunların boynuna düşə bilər? Həm Kuzey Azərbaycanda, həm Güney Azərbaycanda. Tabii ki belə deyim, ilk önce rahmetli Ulu Önder Elçi Bey'in bir kitabı var. Bu kitapta esas 3 şart var. Millətləşmə, dövlətləşmə, bütövləşmə. Bu məsələ kendi kendine bir ideolojiyadır. Yani bu kitap tamamıyla bütövləşmə ideolojiyasını ortaya koyur. Deyir ki, bir millət, yani bunu esasen Güney Azerbaycan için yazıb. Çünkü Kuzey Azerbaycan o dönem müstəqil olmuşdu. Millətləşmə, dövlətləşmə, bütövləşmə. Deyir, ilk önce Güney Azerbaycan'da millətləşmə olacak. Yani millətləşmə hemen oyanıştan geçir ve o oyanışı biz illərdir qabağa apardıq ve qabağa bundan sonra da daha qabağa, daha irəliyə daşımağa hazırıq. Millətləşmə ve yaxud oyanış meselesi bittikten sonra dövlətləşmə. Dövlətimiz olacak ve kendimize göre ve öz Güney Azerbaycan olarak bir tabii ki dünya, uluslararası beynəlxalq səviyyədə ayrı-ayrı devletlerin bir millet olsalar da ayrı devlet olduğu zaman tek bir vahid bayrağı olabilmez. Tabii ki bu dönemde ayrı-ayrı bayrakları olmalıdır ve Güney Azerbaycan tabii ki dövlətləşməyə getdiyi zaman Güney Azerbaycanın özünə bütövlük zamanı yaranana kadar bir bayrağı olması lazım. Ve bu bayrak da 2003-cü ildə Baz qalasında minlərcə, on minlərcə insan əli ilə dalgalandırılmış Güney Azerbaycan bayrağıdır. Her halda bu meseleye çok toxunmuruq. Dediğim kimi bu dövlətləşmə, millətləşmə bittikten sonra da tabii ki iki parlaman arasında, Kuzey ve Güney parlamanları, devlet parlamanları arasında bir danışıq olacaq ve bu bütövləşəcək. Tabii ki bu bütövləşmə, bütöv Azerbaycan yarandıktan sonra 1918-ci ildə resmi olarak Azerbaycan bayrağı Ulu Önder Məhəmməd Əmin Rəsulzadənin üst rəngli koyduğu bayrak tabii ki
bizim də və bütün bizim yanımızda olan Güney Azərbaycanlı dostlarımızın da istəyi budur ki, bütöv Azərbaycan bayrağının o zaman 1918-ci ildə 3-cü bayraq ki, Məhəmməd Əmin Rəsulzadənin partiyasının və ekibinin əli ilə olmuşdur. Bu bayraq olsun. Bu məsələ burada bitdi və indi bu məsələ ki, Güney və Quzey məsələsində bu məsələ necə anlaşılacaq və necə ortaya getməlidir? Budur ki, həm Quzeydə, həm Güneydə milli hərəkat bu məsələni, yəni birlik və dayanışma məsələsini tam bilikli şəkildə, tam yəni kürkürana deyil, tam analizləri incələyərək və bu məsələni necə birliyə doğru, bütövlüyə doğru götürə bilərik, bu məsələdə hansı addımlar atıla bilər, bunları tam incələyib və o əsasda qabağa getməlidirlər. Və dediyim kimi, bu məsələdə təbii ki, həm İran rejiminin gizli servisləri, həm başqa dövlətlərin gizli servisləri bu məsələyə barmaq uzadacaq, çomaq soxacaq və biz bu çomaqların hardan gəldiyini hesab edərək bu şəkli tam ortaya ataraq və analiz edərək biz bu bütövlüyə kəndimizi və millətimizi götürməliyik. Bu Kuzey Azərbaycanda Elçi bəyin davamçıları olan bir çox milliyyətçi insanlar var. Onlarla və Güney Azərbaycanda bugün tam sadiq və səmimi milliyyətçilərimiz var ki, onların vasitəsilə biz bu Güney Azərbaycan, həm Quzey Azərbaycan və bütöv Azərbaycan məsələsini bir nöqtə üzərində, bir yol üzərində önə götürüb və bütövlüyə çatmalıyıq. Doğrudur, Sayın Fahri bəy. Ancaq sizin dediyiniz kimi dünyada Azərbaycan müəllifəsində bir çox yəni bənzər millətlər var ki, onlar da zamanında bəlkə ayrılıblar, bəlkə təkrardan qovuşublar. Onların da etkilərinin, onların getdiyi yol təcrübələrindən təbiətən burada həm Quzey Azərbaycan, həm Güney Azərbaycan olaraq istifadə etməmiz gərəkir. Bu gün də təbiətən 31 dekabrı biz də Dünya Azərbaycanlıları, yəni söhbət gedəndə 31 dekabr bəlkə Naxçıvanda sizin proqramın başlanğıcında dediyiniz kimi Naxçıvanda hərəkət edilməlidir ya, orada məftilləri, o sınırda olan dəlməkləri, keçməkləri, söhbətləri oradan keçməkdə aralarında bir diyaloqun yaşanması təbiətən görür ki, burada 31 dekabr dünya Azərbaycanlarında olsa, ancaq Güney Azərbaycanın etkisi və caygahı, yoxsulluğu nədənlə yaranıb. Yəni, bugün bəlkə bunu ayrı bir təfsir, ayrı bir yöndən təfsir eləmək, bunu təfsir etməyə çalışırlar. Ya olur, bəzən bu demək olar ki, tamamilə yanlış ola bilər. Bəlkə ola bilsin, təbiətən Azərbaycandan uzaqda yüz minlərcə insan yaşasın Azərbaycanın içində, ya Quzey Azərbaycandan, ya Güney Azərbaycanın içində yaşasınlar. Ancaq bunu unutmamalıyıq ki, 31 dekabr Güney Azərbaycanın yoxsulluğunu və qavuşma həsrəti ilə yaranıb və onu mənimsəyir. Bugün təbiətən proqramımızın ikinci bölümünə keçək. Bugün İranda gedən gedişatlarla ilgili bilirik ki, bu neçə dərbənd demək olar ki, 2 aydan öncə İranda və Güney Azərbaycanda böyük bir etirazlar oldu benzin bahalaşması nedeniyle. Və en son olay da bu oldu ki, Reuters xəbər ajansı İranda və Güney Azərbaycanda 1500 insanın İran rejimi tərəfindən öldürülməsinə nədən bir rapor verdi. Bunları necə dəyərləndirmək olar? Yəni bunun gerçək anlamları, gerçək üzləri hardadır? Tabii doğru. Ben ilk önce bu son olarak bu 31 dekabrla bağlı bir meseleye işare edeyim. Sonra bu İran gündemine ve yaxud Güney Azərbaycan gündemine geçelim. Ben bir misal vuracağım. Ben elə bir ailədenəm ki, benim hem atamın hem anamın yarısı Kuzey Azərbaycanda yaşayıblar ve bunlar bir-birinə həsrət düşüblər. Benim doğma xalam
Kuzey Azərbaycanda qalıb və atamın xala olanları, xalası və öz anası Kuzey Azərbaycanda, Zəngilanda yaşayıblar və bunlar bir-birinə həsrət qalıblar. İllər boyu yəni. Bu məsələ odur ki, teyid o deyil. Bu məsələdə Güney Azərbaycanın rolu yoxdur deyil. Mən uşaq idim, hələ sərhədlər açılmamışdı belə. Sərhəddə, yəni 89-cu ildə. Mənim yadıma gəlir 5-6 yaşındaydım. Mənim babam danışardı, deyərdi ki, bizim bunlar orada o zaman, yəni Kuzey Azərbaycan niyə hələ bir şey yox idi. Mən hansı sənədə 1985-dən danışım. 85-ci illər falan yadıma. Deyərdi ki, bizim qohumlar qalıblar Şuravidə. Yəni Şura hökumətində. O zaman Şura hökuməti deyərdilər. Sovetlər Birliyi ilə Şura, yəni İranda Şura hökuməti ya Şuravidir. Yəni o zamandan bəri bizlərdə bu var və bu milliyyətçilik qanı və bu dönəm ki, deyirdi mənim babam deyərdi ki, baba dediyim, yəni böyük babam deyərdi ki, bir zaman atılacaq və bir zaman olacaq ki, biz bir-birimizə qovuşacağıq. Və bu məsələ hər zaman orada da elə Güney Azərbaycanda da, Kuzey Azərbaycanda da bu məsələ gündəmdə var idi. Necə ki, Güney Azərbaycanda mənə, babam bunu danışırdı. Elə Kuzey Azərbaycanda da birisinin babası, birisinin böyük babası onu danışırdı ona. Bu belə, yəni burada sadəcə Kuzey Azərbaycanın rolu deyildi. Elə Güney Azərbaycan, Zulfa, Ərəs qırağında olan başqa şəhərlər də, şəhərstanlar da bunun üçün, qəsəbələr də bunun üçün can atdılar. Elə sadəcə Zulfadır, yəni Arazın bu tayında deyil, Arazın o tayında da məftilləri kəsdilər, qırdılar və intizam qüvvələrinə, Niro intizamiyə demək olar ki, orada millət güc gəldi və bu məftilləri qırdı. Təbii gəldiyimizdə bu geçən günlərdə olan benzin bahalaşması ilə ilgili olan etirazlarda ki olan bu dediğim gibi 1500 kişinin 1500 nəfərin ölümüyle ilgili tabii ki bu olabilir. Bu İran rejiminden bəid değil. Necə ki bir hafta boyunca interneti kəsdilər və dünya ilə İran içində gedişatların bağlantısını qopardılar və bu gözdən qaçınılmazdı. Bəlkə 1500 değil 2000 de olabilir. Çünkü bir hafta boyunca İran'la internet bağlantısı tamamıyla qopdu və çox, hətta belə normal şəkildə telefon bağlantısı belə qopdu İran'la. Mən öz ailəmə 3 gün 4 gün ulaşa bilmədim, danışa bilmədim. Yəni normal telefonla zəng açıb ulaşmaq mümkün deyildi. Və bu tabii ki hər an bu məsələ İran rejimi tərəfindən ola bilərdi ki, və bu interneti də kəsib, hətta o aksiyaları yatızdırmaq üçün, o aksiyaları sərkub etmək üçün təbii ki, bu 1500 bir şey deyil, o etirazlara bəlkə 2000-3000 də insan ölə bilər, öldürülə bilər İran rejimi tərəfindən və bu İran rejiminin iç yüzünü göstərir və demək, biz dəfələrcə İran rejimini görmüşük. 2006-cı ildə sadəcə Azərbaycan şəhərlərində olan aksiyalarda, etiraz aksiyalarında biz bunu yaşadıq və 53 nəfər bizim milli hərəkatçımız ki şey olarak dinç olarak aksiyaya başlamıştılar. Biraz olarak ki orada rəsmi İran qəzetəsində bizi hamam böcəyinə, tarakana və yaxud suskə bənzətmişdilər. Ona rəsmi haqqımız olaraq etiraz etmişdik. Bizim insanlarımızı odlu silahlarla cavab verib və 53 nəfərimizi şəhid etdilər. Halbuki təbii ki o dönem dediler bu olmadı, belə deyil, amma o dönem rəsmi bilgilərə görə 43 nəfəri rəsmi olaraq o etirazlarda ölenlerin sayısını 43 nəfər olaraq rəsmi olaraq İran televizyonu elan etmişdi. Neyse bugün də bu məsələ ola bilər ki 1500 nəfəri 1500 nəfər o aksiyalar zamanında həyatını kaybetmiş və yaxud ölmüşdü. Və bu nədəndən dolayı bugün İran rejimi sadəcə
Fars bölgesinde değil, Güney Azerbaycan bölgesinde de e, hapis dalgalarını artırmıştır. Təbrizdə və yaxud başqa şəhərlərdə bir çox insanımız həbsdədir. Məsələn, Təbrizdə Mehdi Təəmmüdini saxlayıblar günlərdir. Harda olduğu barədə bir xəbəri yoxdur. Ya Babək Ağazadədən geçən gün İttihat tərəfindən yaxalanıb, heç bir xəbəri yoxdur. Etirazlar zamanı mesela Tehranda saxlanılan Güney Azərbaycanlı iki qardaş Yaşar Darüşşifadan və başqa bir qardaşından xəbər yox idi ki, bugün bir xəbər çıxıb ki, evin həbsxanasında saxlanırlar. Və beynəlxalq ana dili günündə, beynəlxalq ana dili günün mərasimində iştirak edən bizim 4 dənə milli hərəkatımıza qarşı Əkbər Azad, Behnam Şeyxi, ondan sonra Həmid Mənafi və Əlirza Fərşi haqqında 5-ci şikayət və yaxud apellyasiya məhkəməsi getirilir. Bundan başqa Güneyli milli hərəkatçı və fəal Yusif Kariyə 6 il həbs cəzası veriblər. Babək Hüseyni Müqəddəm Təbriz həbsxanasına köçürülür. Və bunlar hamısı onu göstərir ki, İran rejimi bundan çox-çox qorxuya düşüb və bu etirazlardan demək olar bir qorxu içindədir. Yaşar və Ruzbeh Piri qardaşları qardaşlarına qarşı 5 dənə ittiham irəli sürülür. Bu ittihamlar nədir? Çox belə desək yalan və bihuda bir iftiradır. Nədir? Rejimə qarşı təbliğ etmək, toplaşmaq, nə bilim, vilayət fəqihə söyüş vermək, belə bir ittihamlarla irəli sürüb və bu iki qardaş dedim Yaşar və Ruzbeh Piri, bunlar da geçən benzin bahalaşması etirazları zamanı yaxalanmışlar. Bundan sonra Ərdəbil həbsxanasında həyatı yaşayan, yəni həyatını zorluqla yaşayan yazar Rəhim Qulami, şair Rəhim Qulami çox ağır şərtlər altında yaşayır, saxlanılır. Aldığımız məlumata görə həbsxanada ağır şərtlərdən dolayı huşdan gedib, bihuş olub və sünni tənəffüs ilə bunu həyata döndürüb və xəstəxanaya göndərmişlər. Və ondan sonra geçən günlərdə 2 gün, 3 gün bundan öncə olan traktorun oyununda böyük bir şuarlar səslənilib. Azərbaycan var olsun, lisanı azad olsun və bu onu göstərir ki, Güney Azərbaycan heç bir zaman dəhləri unutmayıb və unutmayacaq. Və o məsələdə Güney Azərbaycan milli məhbusların, Güney Azərbaycan insanları öz məhbuslarını müdafiə edir və bir futbol yarışında, maçında öz məhbusunu müdafiə edərək bu şuarları səsləndirir ki, Azərbaycan var olsun, lisanı azad olsun. Və bu başqa bir məsələ var. O da bu ki, geçənlərdə, yəni aylarda Səlman Xudadadi tərəfindən təcavüzə məruz qalan Zəhra Nəvidpur deyə bir xanım vardı, Güney Azərbaycanlı. Bunun qətl hadisəsini araşdıran Güney Azərbaycanlı vəkil Məhəmməd Güneyli adında bir vəkilimiz var, avukatımız var. Bunun 3-cü məhkəməsi keçirilir. Və bu məhkəmədə ona ittihamlar budur ki, sən niyə bu qətlin hadisələr, bu hadisənin araşdırmasını aparırsan və sənə bundan nə düşür? Və bu təbii ki, Güney Azərbaycana İran faşizmi tərəfindən bir baskılardır, yapılır. Bu təbii ki, son günlərdə olan olaylarımızın qısa olaraq, baxış olaraq anlattım. Tabii ki, buyurun söz sizden. Doğrudur, siz detaylı olarak biraz mevzuların detayına girdiniz. Ancaq bir dənə yəni bu günlər görünən odur ki, özəlliklə Təbriz şəhərində, yəni sözdə bəlkə paralel qəzetəci, jurnalist olan bir seri Azəriha deyə bir örgüt var ya organize olan bir sözdə, zahirdə qəzetəci olaraq çalışan var. Amma ancaq bu görünən və tutuqlananlardan özəlliklə Təbriz şəhərində deyiləm. Görür ki, bunlar İranın istihbarat ya əmniyyəti güclərindən paralel şəkildə hər hansı bir yönə verirlərsə, bunların ya
çox yaxın həmkarlıqları var ki, Güney Azərbaycan milli aktivistlərinin də bunlar tutuqlamaların böyük rolu var. Bunların haqqında nə bilgilərə sahibsiniz bu konuda, bu Azəriha örgütünün haqqında? Tabii ki Azəriha belə deyim, dəfələrcə Azəriha elə bir sayt və yaxud weblogdur ki, dəfələrcə bizim təşkilat, yəni Camuhu olaraq hədəf alıb və Camuhu dəfələrcə belə desək hilə ilə parçalamaya çalışıb və buna nail olmayıb. Azərihanı yönəltənlər təbii ki İttihatın, İranın əmniyyəti servislərinin insanlardır. Bunu hər kəs bilir. Milli hərəkatda olan bunu hər kəs bilir. Bilmirsə bilməlidir ki, bu Azərihanı rəsmi olaraq İran rejiminin əmniyyəti qüvvələri işlədir. Əgər buna inanmırsa, demək o bir milliyyətçi və yaxud milli ruhlu bir insan deyil. Əgər milli ruhu varsa, orada Azərihada bugünə qədər heç bir kurum, quruluş yoxdur ki, Azəriha tərəfindən saldırıya uğramamış olsun. Biz varız, biz ola bilər 10 dəfə olmuşuz, başqa bir qurum ola bilər 1 dəfə, 2 dəfə olub. Amma bütün Güney Azərbaycan uğrunda çalışan qurum, quruluşlar demək olar %90'ı bu Azəriha saytı tərəfindən, weblogu tərəfindən təhqirə, ihanətə məruz qalıbdır. Və bu onu göstərir ki, təbii ki, bu qurum quruluş sırf yəni biz olsaydık, bizim təşkilat olsaydı deyərdik bəlkə bu başqa bir məsələdir. Amma çünki sırf bizim təşkilat deyil, başqa təşkilatlar da, başqa qurumlar da, başqa hətta şəxslər belə bu weblog və sitə tərəfindən ittihamlara və qarayaxmalara məruz qaldığı üçün açıqca belə deyim ki, rəsmən bu tərəfindən, İran İttihatı tərəfindən idarə olunan bir weblog və bir saytdır. Aydındır. Çox sağ olun Sayın Ağrı bəy Qərdağlı. Təşəkkür edirik sizə, bizə proqramımıza vaxt ayırdığınız üçün. Sizdən son söhbətlər edəcəyik. Çox sağ olun, təşəkkür eləyirəm. Mən də belə deyim, İran gündəmi ilə ilgili bir məsələ var. İran rejiminin bir mənfur planı da, yeni bir planları var ki, bölgədə, yəni Qərbi Azərbaycan bölgəsində demografik tərkibi dəyişdirmək siyasəti yürüdür. Və bu məsələ ilə ilgili Qərbi Azərbaycanda Kürd icmasının beynəlxalq mədəniyyət mərkəzini yaratmaq istəyir. Və bu İran rejiminin və İran İttihatının bir projəsidir. Və illərdən bəri bu proje üstündə işləyirdi və bugün Urmiyədə bir Kürd standarı yerləşdirərək və oradakı Kürdlərə daha çox bir İran rejimi tərəfindən daha çox önəm verərək bu məsələni artıq ortaya gətirib və gör necə bir həyasızlığa yol verib ki, istəyir Qərbi Azərbaycanda və yəni Azərbaycanın qəlbi olan Urmiyədə Kürd icmasının beynəlxalq mədəniyyət mərkəzini yaratır. Və bu təbii ki İran rejiminin yeni bir planıdır. Orada etniki dəyişdirmək istəyir, demografi rejeni dəyişdirmək istəyir və biz buna Güney Azərbaycan milləti olaraq və hətta Camuh olaraq, Camuh təşkilatı olaraq buna izin verməyəcəyik və bunun qarşısında dayanacağıq. Və bu keçənlərdə mən bir məqalə oxuyurdum. Adını yadımdan çıxartdım. Kürdlərin Kürd Demokrat cəbhəsindən birisi olaraq belə bir məqalə və yaxud müsahibə vermişdi ki, Sənəndədir, nə bilim Bakıdır, Səlmasdır, Nəqədədir, Sulduzdur. Bunlar hamısı Kürd şəhəridir və türklər orada qonaq olaraq gəlib yerləşiblər. Bu təbii ki bu məsələyə yönəldən İran rejiminin, İranın İttihatının istəyidir və bunlar bu istəklə bunlara para verib və bunları maliyyələşdirib və bu sözləri dedirtdirməyə çalışırlar. Təbii ki
o dediklərinin heç birisi Kürt deyil. Hamısı əzəldən bəri Türk toprağı olaraq olubdur, qalacaq və bunun üstündə biz hər zaman qanımızı verməyə hazırıq. Sonunda bir daha bütün dünyada yaşayan Azərbaycanlıları 31 dekabr Dünya Azərbaycanlıları Dayanışma Həmrəylik Günü münasibəti ilə təbrik edirəm və 2020-ci yeni ilin gəlişi ilə onlara can sağlığı, uzun ömür diləyirəm, arzu edirəm. Çox sağ olun, təşəkkürlər. Biz də Sayın Ağrı bəy Qaradağlıya Cəmaət Təşkilatının Yönetim Kurulu üyəsinə təşəkkür edirik bizə zaman ayırdığı üçün. Təbiətən bu gün həm tarixi açıdan 2019-cu miladi ilin son günüdür 31 dekabr və bugün də Dünya Azərbaycanın Birlik və Həmrəylik günüdür. Biz də bunu siz əzizlərə, dinləyicilərə, izləyicilərimizə təbrik ərz edirik. Ümidimiz var ki, önümüzdəki günlər, önümüzdəki illər Azərbaycan milləti üçün uğurlu və bütöv Azərbaycanın yaranma, yaşanma günlərimiz olsun. Təbiətən burada millətləşmə, dövlətləşmə Sayın Ağrı bəyin dediyi kimi Sayın rəhmətli Ulu Öndər Əbülfəz Elçi bəyin dediyi müəllifəsi faktoru çox böyük rolu var. Millətləşmə, dövlətləşmə və bütövləşmə. Və biz də bunları dünya millətlərin, bizim kimi parçalanmış millətlərin yaşadığı təcrübələrindən istifadə edərək bu birləşməyə və bütövlüyə ümidimiz var ki, nail olaq. Çox sağ olun ki, bizi diqqətlə və səbirlə izlədiniz. Bir daha sizə təşəkkür edirik. Sağ və səlamət qalın.